rəqəmlərdən bir dəfə istifadə eləməklə 5 2 rəqəmli ədəd düzəltsək, bu ədədlərin cəmi ən çox neçə olar, ən az neçə olar? Bütün rəqəmlərdən dediyi üçün, yəni riyaziyyatda bilirik ki, 10 rəqəm var. 0-dan başlayır, 9-da bitir. Əvvəlcə bunları yazaq, göz önündə olsun. Bu bizim riyaziyyatda olan 10 rəqəmimiz. Və bizə deyir ki, bütün rəqəmlərdən bir dəfə istifadə elə və 5 dənə 2 rəqəmli ədəd düzəlt. Mən 5 dənə boşlama qoyacağım. Daha sonra bunların içərisini doldurarıq. Və əvvəlcə birinci hissəni həll edək. Yəni, cəmi ən çox neçə olar? Bu suala cavab tapmağa çalışaq. Nəzərə alsaq ki, ədədlərimiz 2 rəqəmli ədədlərdir. Bilirik ki, onluqlar mərtəbəsi 2 rəqəmli ədədlərdə ən yüksək mərtəbə sayılır. Biz də onluqlar mərtəbəsinə ən böyük rəqəmləri qoysaq, cəmimiz bir o qədər böyük olacaq. Yəni, 2 rəqəmli ədəd deyir. Məsələn, onluqlar mərtəbəsinə 9 qoydum. Digərində 8, digərində 7, 6 və 5. Təkliklərə isə yerdə qalan rəqəmləri düzürük. Yəni, nə qaldı yerdə bura qədər getdi? 4, 3, 2, 1 və 0. İndi isə cəmi hesablayıq. Tapırıq ki, ən çox cəmimiz 360 ola bilər. İndi isə cəmimiz ən az neçə ola bilər deyəndə də bunun əksini edirik. Yəni, onluqlar mərtəbəsinə kiçik rəqəmləri düzürük. Təkliklərə isə yerdə qalan rəqəmləri. Məsələn, birinci ədədimizin onluq mərtəbəsində olsun 1, ikincidə 2, üçüncüdə 3, dördüncüdə 4, beşincidə 5. Daha sonra istifadə edə bilərəm 0-ı, 6-nı, 7, 8 və 9-u. Və bunları da toplayanda eləyəcək cəmimiz 180. Yəni, ən çox 360 ola bilər, ən az da 180 ola bilər. İkinci suala baxaq. Müxtəlif rəqəmli, ən kiçik 6 rəqəmli ədədin minliklər sinfinin vahidi neçədir? Sinif deyir burada. Bəzi uşaqlar sinif və mərtəbələri qatışdırırlar, diqqətsizlik edirlər. Müxtəlif rəqəmli ən kiçik 6 rəqəmli ədədi düzəltsək, eləyəcək bu, deməli 6 rəqəmli 102.345 və burada da 2 sinif əmələ gəldi. Təkliklər sinfi və minliklər sinfi. Minliklər sinfinin vahidi deyəndə elə minliklər sinfində duran ədədin özünü götürürük. Cavabımız 102-dir. Daha sonra 3-cü suala baxaq. Rəqəmləri cəmi 9 və rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədədi tapın. 4 rəqəmli ədəd istədiyi üçün, ən kiçik istədiyi üçün və rəqəmləri müxtəlif şərt olduğu üçün əvvəlcə minliklər 4 rəqəmli ədəddə ən yüksək mərtəbə minlik mərtəbəsidir. Ora ən kiçik yaza biləcəyim rəqəmi yazdım, 1-i. Yəni 0-dan ədəd başlamır deyə 0 yaza bilmirik. 1 qoyduq, sonra 0, 2. İndi isə biz elə eləməliyik ki, bu ədədin rəqəmləri cəmi 9-a tamamlansın. 1, 2 var, 6 da qoysaq 9-a tamamlanacaq. Yəni 1026. Dördüncü sual. Deməli, 3, 4, 5, 6 rəqəmlərindən düzələn rəqəmləri müxtəlif. 4 fərqli 4 rəqəmli ədədin cəmi ən çox neçə ola bilər? Yalnız bu rəqəmlərdən istifadə eləməliyik. Yəni 3, 4, 5, 6. Və ən böyük 4 rəqəmli cəmi ən çox istədiyi üçün mən ən böyük 4 rəqəmli ədədləri düzəltməyə çalışacağam. Və 4 dənə olsun. Və bir-birindən müxtəlif olmalıdır şərti var. Əvvəlcə ən böyük ədədimizi düzəldək. Bu rəqəmlərdən yaranan 6543. Yəni ən yüksək mərtəbəyə 6-nı qoydum. Daha sonra 5, sonra 4 və 3. Yenə 6 ilə 5 olduğu kimi saxlayıb 3 ilə 4-ün yerini dəyişə bilərik. Daha sonra yenə 6-nı olduğu kimi saxlayıb digər yüksək mərtəbəmizə 4, 5 və 3-ü qoya bilərik. Daha sonra 6, 4, 3, 5, yəni yerlərini dəyişərək. Və nəticədə bizim cəmimiz eləyəcək 25965. Sonuncu sual, 5-ci sual. Taxta kəsim məsələlərində bilmək lazımdır ki, deməli, hissələrin sayı neçə olursa, hissədən 1 çıxmaqla biz kəsimlərin sayını tapırıq. Hissələrin sayından 1 çıxaraq kəsimlərin sayını tapırıq. İndi bizə deyir ki, sualda 40 metr uzunluğundakı taxta parçasını 5 metrlik hissələrə ayırmaq üçün o neçə yerdən kəsmək lazımdır? 40 metrlik parçanı
5-5 bölsəm neçə hissə yaranacaq? 5 metr 5 metr bölsəm 8 hissə yaranacaq. Və məndən hissəni soruşmur. Deyir ki, neçə dənə yerdən kəsək bu 8 hissəni almaq üçün? Hissədən 1 çıxanda kəsimlərin sayını alırıq. Yəni 7 yerdən kəsmək lazımdır. Bunu əgər belə şəkillə də göstərsən əgər, fərz edək ki, bu bir taxtadır. Gəlin baxaq, tutaq ki, biz taxtanı 7 yerdən kəsirik. 1, 2, 3, 4, 5, 6, 7. Baxın, bizdə neçə dənə hissə yarandı? 7 yerdən kəsdik. İndi hissələrimizi sayaq. Baxın, bu birinci hissə. Rəngləri deyirsəm əgər, bu birinci hissə. Yəni bu 1 hissə, 2 hissə, 3 hissə, 4 hissə, 5, 6, 7, 8. Demək, hər zaman bilmək lazımdır ki, kəsimlərin sayı hissələrdən bir çıxmaqla tapılır. Məsələn, özünüz düşünün. Tutaq ki, bir taxtadır. Onu 2 yerə ayırmaq istəsəz. Neçə yerdən kəsərsiniz onu? 2 yerə bölmək istəsəz, bir dəfə kəsərsiniz də, düzdür, ortadan kəsərsiniz. Nəticədə 2 dənə hissə alınacaq. Bir bu hissə, bir də bu hissə. Eləcə də 8 hissəyə ayırmaq üçün o 7 yerdən kəsmək lazımdır.